Salam, hər vaxtınız xeyirli olsun. Dövlət qulluğuna, vergi orqanlarına və digər işə qəbul imtahanlarına hazırlaşan namizədlər. Konstitusiya 158 maddə, 12 fəsil, 5 bölmədən ibarətdir. Biz əvvəlki dərslərimizdə bu haqda danışmışdıq. Və Konstitusiya bitəndən sonra 158 maddənin sonunda keçid müddəaları deyə bir bölmə var və orada 12 müddəa səsləndirilir. Düzdür, qəbul imtahanlarında bu hissədən çox sual düşmür. Amma sual düşə bilər. Məsələn, biz görürük ki, hardasa 6-7 qəbuldan bir təkrarlana bilir. Keçid müddəası konkret olaraq konkret hüquq anlayışı var. Yəni, konstitusiya qəbul edildikdən sonra onun qüvvəyə minməsi, tətbiqi, əvvəlki qanunvericiliklə uyğunlaşdırılması prosesində nəzərə alınan müvəqqəti qaydadır və müəyyən müddətlər verilib ki, həmin müddətə qədərdir. Yəni keçid müddəti daimi deyil, müvəqqəti xarakter daşıyır. Konkret müddətlər və şərtlər göstərilir. Yəni hansı müddətdə nə olmalıdır, nə formada olmalıdır və s. Yəni keçid mərhələsini asanlaşdıran bir növ qaydalar toplusudur. Məhz biz bu dərsimizdə sırf həmin keçid müddəalarını nəzərə salacağıq. 12 müddəadır. Orada görək suallar hansı formada düşür və ən əsas məsələ nələri nəzərə almalıyıq. Dəyərli yoldaşlar, kanalıma abunə olub digər videolarda görə bilərsiniz. Eləcə də təhsillə bağlı ən mühüm açıqlamalar məhz mənim kanalımdadır. Sosial şəbəkələrdə Rizvan Fikrətoğlu yazıb məni izləyə bilərsiniz. Dediyim kimi, təhsillə bağlı ən önəmli məsələlər məhz bizim kanalımızdadır, mənim səhifələrimdədir. Bu məsələlərdə siz hali ola bilərsiniz. Elə ilk başlanğıc kitabımı görürsünüz. Qanunvericiliklə ilə bağlı kitabımı əldə etmək istəsəniz 051 346 14 38 mobil nömrəsinə yaza bilərsiniz. Nömrəm ekranda görünür. Ya Bismillah, başladıq keçid müddəalarına. Qeyd etdiyim kimi, yəni burada çox suallar olmasa da, amma qəbul imtahanlarında buradan da suallar düşür, istifadə olunur. 12 bənddən ibarət keçid müddəalarıdır. Baxın, birinci bəndə ilə nəzər salaq. Birinci maddə nə deyir? Deyir, Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul olunduqdan sonra rəsmən dərc olunduğu deməli gündən qüvvəyə minir. Baxın, rəsmən çap olunduğu gün yaza bilər testdə və yaxud da rəsmən qəbul olunduğu gün mütləq bu dərc kimi düşməlidir. Testdə bu formada düşməlidir. Əgər bu formada düşməsə, artıq yəni səhv hesab olunur. Yəni bu o deməkdir ki, yoldaşlar, xalq səs verməsi referendum yolu ilə yeni konstitusiya qəbul olunur və konstitusiya qəbul edildikdən sonra rəsmi şəkildə dərc olunur. Məhz həmin rəsmi dərc olunduqdan görə konstitusiya hüquqi qüvvəyə minmiş sayılır və dövlət üçün bir növ məcburi xarakter daşıyır. Və davam edir. Qeyd olunur ki, bu konstitusiya klaviaturamız qaçdı. Hə, bu konstitusiya qüvvəyə mindiyi gündən, baxın, testdə düşür ki, qüvvəyə minəndən sonra, qüvvəyə minənə qədər, baxın, qüvvəyə mindiyi gündən bu hissəyə fikir verin. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş konstitusiya əsas qanun qüvvədən düşmüş sayılır. Yəni yoldaşlar, Azərbaycanın hazırki konstitusiyası nə vaxt qüvvəyə minib yeri gəlmişkən xatırlayaq, 1995-ci il noyabrın 27-si. Bəs konstitusiya nə vaxt qəbul olunub? Konstitusiya 1995 noyabrın 12-sində. 12-sində qəbul olunur, 27-sində qüvvəyə minir. 27-si dərc olunur ki, qüvvəyə minir. Və bizim konstitusiyamız qüvvəyə mindiyi gündən 78-ci il aprelin 21-də qəbul olunmuş konstitusiya əsas qanun qüvvədən düşmüş sayılır. Yəni yoldaşlar, yeni konstitusiya dərc olunan gün qüvvəyə minir, dərc olunduğu gün və eyni gündə köhnə konstitusiya, hansı konstitusiya 78-ci ilin konstitusiyası artıq qüvvəsini itirir. İkinci bənddə nə qeyd eləyir? İkinci bənddə dəyərli yoldaşlar qeyd edir ki, bu konstitusiya qüvvəyə minməsinə qədər testdə düşə bilər ki, qüvvəyə mindikdən sonra, qüvvəyə mindiyi gündən, baxın, qüvvəyə minməsinə qədər seçilmiş prezident bu konstitusiyada Azərbaycan Respublikasının prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir. Yəni, dəyərli yoldaşlar, burada qeyd eləyir ki, yeni konstitusiya qüvvəyə minməmişdən əvvəl prezident seçilmişdi.
Yeni konstitusiya qüvvəyə minəndən sonra həmin prezident öz vəzifəsində qalar, vəzifəsini davam etdirir və həmin prezident yeni konstitusiyada prezidentə verilmiş bütün səlahiyyətləri icra etməyə başlayır, icra eləyir. Burada yəni konstitusiya qəbul olunanda prezident dəyişmir. Prezident yerində qalır. Sadəcə olaraq əvvəl ki prezident seçilir, yeni konstitusiyada göstərilən qaydalara uyğun olaraq artıq fəaliyyətini davam etdirməyə başlayır. Ancaq burada belə bir bənd də var. Bu konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu konstitusiya qəbul edildikdən sonra seçilən prezidentə şamil edilir. Bu nə deməkdir? Ümumiyyətlə 101-ci maddənin 5-ci bəndini biz əvvəlki dərslərimizdə izah eləmişdik. Müharibə şəraitinə bağlıdır. Əgər müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, onda Azərbaycan Respublikası prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna qədər uzadılır. Bu barədə qərar seçkilərin, referendumun keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Yəni, dəyərli yoldaşlar, bu maddə yalnız konstitusiya qəbul edildikdən sonra keçirilən prezident seçkilərində seçilən prezidentə aid edilir. Bu qayda keçmiş prezidentə və yaxud da konstitusiya qəbul olunmamışdan əvvəlki seçkilərə şamil edilmir. Yəni müharibə keçirilirsə və bu müharibə səbəbindən seçkinin keçirilməsi mümkün deyilsə, bu zaman prezident səlahiyyət müddətini saxlayır. Müharibə bitənə qədər bunun səlahiyyəti uzadılır. Qərarı isə Konstitusiya Məhkəməsi verir. Faktiki olaraq Azərbaycanda prezident seçkiləri 7 ildən birdir. Fərz eləsin ki, prezident seçkilərinin keçirilməsinin 7-ci ildir müharibədir və müharibə 5 il davam elədi. Onda prezidentin müddəti olacaq 12 il. Çünki 5 il ərzində seçki keçirmək olmaz. Ölkədə müharibədə önəmli məsələlərdir. Çünki önəmli qərarları prezident verir. Çünki müharibə keçirilən zaman artıq ordu, hər bir şey birbaşa prezidentin sərəncamına keçir. Çünki Ali Baş Komandan prezidentdir. Bu məsələləri nəzərə almaq lazımdır. Daha sonra və burada qeyd edilir ki, Azərbaycan Respublikası Xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisinin səlahiyyəti yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır. İlk iclas gününə qədər, ilk iclas günündən sonra yazsa səhvdir. Və yeni seçilmiş Milli Məclisin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftədən sonra keçirilir. Milli Məclisin ilk sessiyası 96-cı ilin mayın 31-nə qədər davam edib. Yoldaşlar, burada nə deyir? Burada önəmli bir məsələni qeyd edir. Yəni, SSR dövründən qalma bir sistem vardı. Xalq deputatları və plus Ali Sovet yeni dövrdə Milli Məclisi formalaşdırmışdır. Yeni konstitusiya qəbul olundan sonra artıq yeni Milli Məclis seçiləcəkdir. Yəni, yeni Milli Məclis ilk dəfə toplaşacağı gün köhnə Milli Məclisin səlahiyyət müddəti başa çatır. Bu qayda ki var, baxın, deyirik, yeni seçilmiş Milli Məclisin ilk iclas günü azı 83 deputatın, bilirsiniz ki 125 deputatdır faktiki olaraq, 83 deputatın seçildiyi gündən bir həftədən sonra keçirilir. Bu qayda bu gün də faktiki elədir, bu formadadır. Və ilk sessiyada 96-cı ilin mayın 31-də davam edib. Əvvəlki dərslərimizdə, qanunverici hakimiyyət dərsində biz demişdik ki, Milli Məclisin 2 sessiyası var, yaz və payız sessiyası. Və burada belə bir cümlə var. Baxın bu cümlə, bura diqqət eləyək. Burada qeyd edilir ki, 1995-ci il avqustun 15-də qəbul edilmiş Milli Məclisə seçkilər haqqında Azərbaycan Respublikasının qanunun 85-ci maddəsi kimi var. Bu qanun əsasında, hansı qanun? Milli Məclisə seçkilər haqqında qanun əsasında seçilmiş Milli Məclisin birinci çağırışın səlahiyyətləri bitənə qədər qüvvədədir. Ümumiyyətlə, bu qanun ki var, Milli Məclisə seçkilər haqqında 95-ci ilin qanunu, bu qanun səhv eləmirəmsə bütün müddəaları artıq qüvvəsini itirib. Burada onu deyir ki, yoldaşlar, yəni qanun, söhbət hansı qanundan gedir? Bax, 95-ci ildə qəbul olunmuş bu qanundan gedir. Yəni qanunun bu maddəsi, söhbət hansı maddəsindən gedir? Burada 85-ci maddəsindən gedir. 85-ci maddənin adı səhv eləmirəmsə belə bir adı var idi. Səsvermənin nəticələri və seçkilərin yekunları haqqında komissiyaların qərarlarının ləğv edilməsi. Söhbət deyir ki, bax qanunun bu maddəsi, yəni az öncə səsləndirdiyim 85-ci maddəsi
Yalnız birinci çağırış Milli Məclisin fəaliyyətdə olduğu dövrü üçün keçərli hesab olunur. Səlahiyyət müddəti bitəndən sonra bu maddə artıq tətbiq olunmur, çünki qüvvəsini itirir. Ümumiyyətlə qeyd etdiyim kimi 95-ci ildə qəbul olunmuş bu qanunda mən səhv etmirəmsə bütün maddələri qüvvəsini itirib. Gəldik bu hissəyə. Azərbaycan Respublikası Nazirlər Kabineti bu konstitusiyanın qüvvəyə mindiyi gündən bu konstitusiyada müəyyən edilən səlahiyyətlər həyata keçirir. Baxın, qüvvəyə mindiyi gündən sonra yazır, qüvvəyə mindiyi gündən bir il sonra yazır. Yəni bunlar səhv olar əgər testdə belə şey düşsə. Sadəcə qüvvəyə mindiyi gündən sonra. Ona görə bax bunları fərqli şirlə işarələmişəm. Yəni yoldaşlar, demək istəyir ki, bu maddədə, yəni bu bənddə bildirir ki, konstitusiya qüvvəyə minən kimi Nazirlər Kabineti həmin konstitusiyada, yəni hansı yeni konstitusiyada göstərilən və ona aid edilən bütün səlahiyyətləri artıq icra etməyə başlayır. Nazirlər Kabinetini bilirsiniz ki, prezident yaradır. Prezident öz icra səlahiyyətlərini həyata keçirmək üçün Nazirlər Kabinetini yaradır. 6-cı bənddə deyir ki, bu konstitusiya qüvvəyə mindiyi gündən, baxın, qüvvəyə mindiyi gündən, qüvvəyə minəndən sonra demir, qüvvəyə minəndən bir il sonra demir. Yerli Xalq Deputatları Sovetlərinin artıq səlahiyyətlərinə xitam verilir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Biz nə demişdik? Konstitusiyanın 158-ci maddəsində heç bir yerdə qanunvericilik sözü keçmir. Keçid müddəalarında bu sözə biz rast gəlirik. Məsələn, tutalım deyir ki, fərdi məlumatlar haqqında, fərdi məlumatların tutalım axtarılması nə ilə müəyyən olur? Tutalım deyirəm, testdə düşür A variantı qanunla, konstitusiya ilə və s. və s. Və bir variantda düşür qanunvericiliklə. Qanunla müəyyən olunur, müəyyən olunmağına. Biz 158 maddənin heç birində qanunvericilik sözünü işlətmirik. Amma keçid müddəalarında artıq qanunvericilik sözlərindən rastlaşırıq. Bu bənddə nə demək istəyir, dəyərli yoldaşlar? Deyir ki, yəni Sovet dövrünün yerli idarəetmə strukturu sayılan yerli xalq deputatları sovetləri ləğv edilir. Baxın, burada bunu deyir, xitam verilir. Xitam yəni ləğv edilir. Onların funksiyalarını isə Azərbaycan Respublikasının müasir yerli icra hakimiyyəti sistemləri həyata keçirməyə başlayır. Və növbəti bənddə deyir ki, 7-ci bənddə bu konstitusiya qüvvəyə mindikdən sonra 2 il müddətində yerli özünü idarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir. Yerli özünü idarə, yəni bələdiyyələr haqqında qanun qəbul edilməli və bələdiyyələr haqqında seçkilər keçirilməlidir. Dəyərli yoldaşlar, konstitusiya qüvvəyə minən andan etibarən 2 il müddət verilir və bu 2 il müddətində yerli özünü idarə haqqında qanun qəbul edilməlidir. Yəni bələdiyyələrin fəaliyyəti üçün hüquqi çərçivə yaradılmalıdır. Həmçinin həmin qanuna əsasən bələdiyyə seçkiləri keçirilməli idi. 8-ci bənddə deyir ki, konstitusiya qüvvəyə mindikdən sonra 2 il müddətinə, yenə 2 il vaxt verir. Görürsünüz, 2 il, 2 il. Bu 1 il yazsa testdə səhvdir. Konstitusiya qüvvəyə minəndən sonra yazsa səhvdir. Çünki 2 il sözün yazmalıdır. Yerli özünü idarə haqqında qanun qəbul edilmə, bələdiyyə seçkiləri keçirilməlidir. Hə, bunu qeyd elədiyi üzr istəyirəm. Eyni şeyi təkrar oxudum. Burada 8-ci bənddə qeyd eləyir ki, bu konstitusiyanın, yəni keçdiyimiz konstitusiya, yeni konstitusiyanın qəbul edildiyi günədək, baxın, qəbul edildiyi gündən sonra düşə bilər testdə, Azərbaycan Respublikasının arasında qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Yəni, əgər hər hansı bir qanun bizim hazırki konstitusiyamıza uyğun gəlirsə, o işləməyə davam edir. Əgər ziddirsə, uyğun gəlmirsə, ləğv olunur və o artıq işləmir. Yəni, tətbiq olunmur. Bunu demək istəyir. Və digər bir bənddə, 9-cu bənddə deyir ki, bu konstitusiya qüvvəyə minənədək, testdə düşə bilər ki, qüvvəyə minəndən sonra və yaxud da qüvvəyə minəndən 1 il sonra, 2 il sonra səhv olacaq. Bu konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsini konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir. Yəni, dəyərli yoldaşlar, konstitusiya qüvvəyə minəndə məhkəmələr işini dayandırmır. Məhkəmə işini davam etdirir, amma artıq bütün işləri və qərarları yeni konstitusiyaya uyğun şəkildə həyata keçirməli idi. Gəldik 10-cu bəndinə və burada nə qeyd edir, dəyərli yoldaşlar? Qeyd eləyir ki, bu konstitusiya qüvvəyə mindiyi gündən 1 il ərzində, testdə düşə bilər 2 il ərzində səhvdir. Hakimlərin statusu buna fikir verin. Düşə bilər ki,
Hakimlərə fəaliyyəti düşə bilər. Yanlış olacaq. Məhkəmə quruluşu və məhkəmə islahatı, məhkəmə strukturu düşər. Səhv olacaq onda. Məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar konstitusiyaya uyğun olan qanunvericilik qəbul edilməlidir. Yəni bax, qanunvericilikdir. Testdə qanun düşsə səhvdir. Çünki bir qanundan axı məhkəmə yaratmaq olmaz. Qanunvericilik topludur. Qanunvericilik qəbul edilməlidir və Azərbaycan Respublikasının məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir. Həmin qanunvericilik, qanun düşsə səhvdir, fərman düşə bilər birdən yenə səhvdir. Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik, yenə qanunvericilik deyir, qanunvericilik əsasında həyata keçirilir. Dəyərli yoldaşlar, burada nə qeyd edilir? Yəni demək istəyir ki, bu bu bənddə məhkəmə sistemi yenilənməsi ilə bağlı keçid qaydası müəyyən olunur. Konstitusiya qüvvəyə mindikdən sonra bir il ərzində müəyyən işlər görülməlidir. Nədir bu? Hakimlərin statusu haqqında yeni qanun qəbul edilməlidir. Yəni hakimlərin hüquqları, vəzifələri, təminatları göstərilməlidir orada. Yeni məhkəmə quruluşu barədə qanun qəbul edilməlidir. Məsələn, hansı məhkəmələr olacağı, necə təşkil olunacağı, nələr olmalıdır? Məhkəmə islahatı ilə bağlı qanun qəbul olunmalıdır. Həmçinin bütün hakimlər yenidən vəzifəyə təyin olunmalıdır. Yəni bütün məhkəmə sistemləri yenilənməlidir, yenidən formalaşmalıdır. Amma bu yeni qanunlar, bu yeni qanunvericilik ki var, qəbul olunana qədər həmin dövrədək, yəni həmin müddətə qədər qanunvericilik qəbul olunana qədər hakimlərin təyin olunması da, hakimlərin vəzifədən azad edilməsi də köhnə qanunvericilik əsasında həyata keçiriləcək. Yəni sistem qurulana qədər köhnə qaydalarla hakimlərin təyinatı davam edir və yaxud da vəzifədən azad olunma prinsipi o qaydada həyata keçirilir. 11-ci bənddə nə deyir, dəyərli yoldaşlar? Deyir ki, bu konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətinə, baxın görürsünüz, hakimlərlə bağlı filan, məhkəmə ilə bağlı bir ildir. Baxın, bir ildir. Belə yadda saxlayın. Amma bu bələdiyyə ilə bağlı məsələlər bələdiyyə ilə bağlı məsələ 2 ildir. Bax, bunu da nəzərinizə saxlayın. Amma məhkəmə, hakimlə bağlı hissələr bir ildir. Deyir ki, bu konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında qanun qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. Amma Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılana qədər bu konstitusiyada söhbət bax indiki keçdiyimiz konstitusiyada nəzərdə tutulmuş Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilməyəcək. Bu konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələləri isə Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir. Düzdür, böyük bir cümlədir, amma mahiyyət çox belə açıq-aydındır. Yəni demək istəyir ki, yoldaşlar, bu bənddə deyir ki, Konstitusiya Məhkəməsinin yaradılmasına qədər belə deyək, Konstitusiya Məhkəməsi bu işləri görən məhkəmə yoxdur ölkəmizdə və müddət verir ki, bir il ərzində Konstitusiya Məhkəməsi haqqında qanun qəbul edilməlidir. Konstitusiya Məhkəməsi bu müddət ərzində yaradılmalıdır. Amma bu müddətdə qeyd etdiyim kimi Konstitusiya Məhkəməsinə aid edilmiş heç bir səlahiyyət həyata keçirilmir və Konstitusiya Məhkəməsi çox xüsusi bir orqan hesab olunur. Onu başqa məhkəmə əvəz edə bilməz. Amma bir istisna var. Konstitusiyamızın 130-cu maddəsinin 3-cü hissəsinin 7-ci bənd var. Biz bunu əvvəlki dərslərimizdə keçmişik. Buradakı bu məsələni Ali Məhkəmə həll edir. Nədir bu bənd? Burada məhkəmə tərəfindən hər hansı bir rayon şəhər məhkəməsi tərəfindən tətbiq edilən qanun və yaxud da aktın konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət edilir. Yəni əgər məhkəmə, hər hansısa bir məhkəmə işə baxarkən şübhə yaranır ki, şübhələnir ki, tətbiq etdiyi qanun konstitusiyaya zidd ola bilər, yəni verilən qərar konstitusiyaya zidd ola bilər. Bu halda Konstitusiya Məhkəməsi hələ yaranmadığı üçün həmin məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edir ki, Ali Məhkəmə baxsın ki, bu məsələ konstitusiyaya uyğundur yoxsa yox. Çünki Konstitusiya Məhkəməsi spesifik bir məhkəmə quruluşudur. Əsasən qanunların, fərmanların, digər aktların uyğunluğunu yoxlayır. Konstitusiya və digər aktlara uyğunluğu yoxlayır. Keçid müddəasının 12-ci bənddə deyir ki, Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu konstitusiyanın qüvvəyə mindiyi gündən
artıq adı dəyişir, olur Azərbaycan Respublikasının İqtisad Məhkəməsi və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir yoldaşlar. Yəni demək istəyir ki, Konstitusiya qüvvəyə mindiyi gündən Ali Arbitraj Məhkəməsi artıq adını dəyişir, İqtisad Məhkəməsi adlanır. Yəni məhkəmənin adı rəsmi olaraq dəyişir. Ad dəyişsə də əvvəlki işini görür. Ali arbitrajın işini görür. Sadəcə ad dəyişir. Yəni səlahiyyətləri qalır, görməli olduğu işlər yerində qalır. Baxdığı mübahisələr qüvvədə olan qanunvericilikdə necə müəyyən edilibsə, elə də davam edir. Sadəcə nədir burada? Ad dəyişir. Belə əziz tələbələr artıq bir belə deyək dərsimizin də sonuna gəldik. Bu da bizim üçün önəmli dərslərdən biri hesab olunur və hər an qəbul imtahanında belə deyək bu buradan suallar düşə bilər və bizi buradan suallar qarşılaya bilər. Yazın görək ki, hansı mövzuda çətinlik çəkirsiniz və hansı mövzunun izahını istəyirsiniz, elə o istiqamətdə növbəti izaha başlayım.